Salam, hər vaxtınız xeyir, əziz kanal izləyicilərim. Bugün İsmaili rayon Tirzan kəndindən gözəl bir torpaq mülkümüz satışa çıxarılıb. Torpaq mülkü 13 sotdan ibarətdir. Kənd İsmaili rayonunun gözəl bir cürşəsindədir. Yəni uzqar bir yerdədir. Təxminən magistral yoldan 7 kilometr məsafədə aralığı var. 13 sotdan ibarət olan bu torpaq mülkü içində belə evi də var, 100 kvadratdan ibarət olan. Hal-hazırda sizi bağla tanış edeyim. Bütün meyvə ağaclarından bağımızda var və panoraması da çox gözəl yerdədir. Sadəcə bu ağaclar yəni yaxşı olduğuna görə mən indi bir balaca yoldan aşağı düşüb göstərəcəm panoramasında. Bütün meyvə ağaclarından var. Tutu, heyvası, alması, armudu, gilası, hər bir ağacdan var. Və gördüyünüz kimi çox gözəl bir yaxşılığı var ağacdan. Demək olar ki, bu ağacın hardasa bir 60 yaşı var. Çox böyük bir ağacdır. Bax, gördüyünüz kimi, bax, bağ hər tərəfdən yaşayışdır, qonşular var. Ev yiyəsi Bakıda yaşadığı üçün arada gəlir gedir. Daş evdə evin tikilisi də. Bax, buradan göstərim kəndi. Təxminən belə bir yüksəklikdədir. Və evin içinə sizi tanış edəcəm. Bütün ağaclar hamısı bar verəndir. İş daxil olanda belə bir yayın zalı deyirlər. Böyle bir otağı var, yani tam hazır değil. Bax, bu dam da dəmirdir. Buradan daxil olanda böyle bir otağı. Bura ikinci otaqdır. Yeri taxtadır. Ev həyətin yuxarısında tikildiyinə görə yəni bütün bağı görə bilirsiniz. Bax, burada qəşəng yayda oturmaq üçün meyvə ağacının kölgəsində. Bax, burada da qonşularla sərhəd var. Kənd yeri olduğu üçün setka çəpər çəkilir. Su dağdan gəlir. Su çəni var arxada, evin arxasında. Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilər. Ev təcili satılır. Bir daha deyirəm. Almaq istəyən müraciət eləsin. Əmlak sahibi ilə birbaşa əlaqə saxlayacaq. Qiymətdə razılaşma olacaq.